Doğum günüm part 2. Bütün bu görüntülər mənim üçün o qədər doğma və əzizdir ki, eyni zamanda çox dəyərli. Çünki isti bir yay günü, sizlərin bir araya gəlməsi, mənim üçün belə bir xoş sürpriz hazırlamanız mənim heç bir zaman unutmayacağım xoş bir xatirə olaraq qalacaq. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Sağ ol, sağ ol. Niye en seçeceğimiz havuzlu otağı onunla görüşebilirim. Artık söndürmeyeceğim Ben Niye? onu şam söndürmürəm. Aygün Kazımovadan öyrənmişəm. Söndür. Bir şam söndürməzlər. Bu öz-özünə ərisi gəzir. Bu öz-özünə sönsün də. Bayaqlar ışığı da yanırdı. Mən hamımızın adından arzu tuturam. İnşallah Allah hamımızı xoşbəxt eləsin. Qəşəng nəticələr əldə edir və sevindirir. İnşallah xoşbəxt olun. Bütün şokdayım. Ayağlar çox əziyyət çəkmişsiniz. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun uşaqlar. Bunu birazdan çayla içəcəyik. Və bizim ən sevdiyimiz hissə çay süfrəsi. Bu masa ətrafında biz hər zaman xoş xatirələri yada salır, yeni dostluqlar qurur və yeni xatirələr ömrümüzə həkk edirik. Bəli, bitməz tükənməz bir gün yaşatdılar mənim əziz tələbələrim. Bütün görüntülərə baxdıqca o qədər xoşbəxt oluram ki. Bir daha hər birinizə zaman ayırıb, dəyər verib gəldiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki varsınız və hər zaman var olun. Mənim doğmalarım, əziz tələbələrim.